2005-ci ildə Yeni il bayramından sonra onun atası alkoqolizmin təsiri altında düşdüyü qarabasma vəziyyətində 2 azyaşlı uşağını sobaya atır. 14 aylıq qardaşı aldığı yanıq xəsarətlərindən ölür. Anası Lyoşanı xilas edə bilir. Uşaq dəhşətli yanıqlar alır. Onun başı, çiyinləri, qolları, ağciyər yanır. Lakin sağ qalır. Lyoşaya Moskvada bir ailə qəyyumluq edir. Onun müalicəsi 10 ilədək çəkib. Həkimlər onun yanıq yerlərini dəri parçaları ilə örtmək üçün cərrahiyyə əməliyyatları aparıblar. Onun 16 yaş tamam olanda Lyoşa artıq dünyanın yarısını gəzib dolaşmışdı. İsveçrədə olmuşam, ABŞ, Almaniya, Fransa, Litva, çox yerlərdə olmuşam o deyir. Hamısı da yanıqlarıma görə reabilitasiya klinikalarında olmuşam. Dərdi olan adam ətrafa fərqli gözlə baxmağa başlayır və hətta yeni imkanlar da açılır. Lakin gərək elə edəsən ki, həmin dərd sənin məzarına çevrilməsin deyə Lyoşa əlavə edir. Lyoşanın vəziyyətində üzü gözü çapıqlı halda uşağın məktəbə necə getdiyini təsəvvür belə etmək çətindir. Uşaqlar və hətta böyüklər bəzən elə qəddar olurlar ki, balaca olanda insanlara nifrət edirdim deyə Lyoşa etiraf edir. Mənə elə gəlirdi ki, onlar mənə sanki bir heyvana baxdıqları kimi baxırlar. Sonra psixologiya ilə maraqlanmağa başladım. Bu mənə bir çox şeylər anlamağa kömək etdi və nifrət hissi öz-özünə yox oldu. İllər keçdikcə Lyoşanın zahiri görünüşünü ətrafdakıların diqqətini cəlb etməkdə davam edir. İnsanlar başa düşmədikləri haldan qorxur ya da sənə nifrət edirlər. Digərləri isə maraqlanır, belələri səni daha yaxşı anlamağa çalışırlar.